və sürpriz yan güzgülər kamerada. Bugün sizə Kia'nın elektromobilini təqdim etmək istəyirəm. EV9 GT Line komplektasiyalıdır. 99,8 kW'lıq bir batareya ilə təchiz olunur. At gücü 385 olaraq bildirilir. Avtomobilin 124 min manat qiyməti var. Ön tərəf modullu LED fənərlərdən ibarətdir. Gündüz işıqları buradan başlayır, gəlir. Həmçinin dönmə işıqları bura inteqrasiya olunubdur. Avtomobilin arxa hissəsi belə bir dizayndadır. Gəlin belə göstərim sizə. Maraqlı bir dizayndadır. Fənərlərin də maraqlı bir salınması var belə. Avtomobil 6 yerlik 3 sıralıdır. 3-cü sıra oturacaqları da eyni ilə Type-C şarjing portu mövcud. Arxa çox genişdir. Yəni kapitan oturacaqlarda amma çox genişdir. İkinci sıra oturacaqlarda da həm qızdırıcı, həm soyuducu ilə təchiz olunub. Bu soyuducu deyil, sadəcə bir masadır. Maraqlıdır. Buradan da istəyirsiniz elə uşaqları ötürün. Gedib burada otursunlar, özləri oynasınlar. Burada nə qədər düymə var. Sükanın qızdırıcısı, sürücü oturacağının ventilyasiyası, qızdırıcısı, yaddaş paketi, oturacağın masajı, həm multimedia, həm nəzarət paneli eyni panel üzərinə yerləşdirilibdir. Yəqin ki, bu da barmaq izidir. Mən sizə deyim ki, bəlkə də ölçməmişəm nədir, bu monitorlar çox narahatdır. Ən azından güzgüdə, belə deyim də, bir başını sağa sola əyib rakursunu genişləndirə bilirsən. Amma bunlarda, kameralarda o mümkün deyil. EV9-dan da bu qədər. Videonu bəyənməyi, paylaşmağı unutmayın. Hələlik.